Bir xanım gözəl bir şey yazmışdı. Yazıb ki, mənə dedilər ki, ali İmam Hüseyni müdafiə edən status yazmışdım. Mənə dedilər ki, ali təhsilli xanımsan, cahilliyi müdafiə edirsən. Mən də Füzulidən ta hamısının bir adını çəkdim ki, bunların hamısının paylaşdığı inanc cahilliyidirmi? Deyir, hələ də cavab verməyib mənə. Füzuli, Seyid Əzim, nə deyim? Mirzə Ələkbər Sabir, Qasım bəy Zakir, Xurşud Banu Natəvan, Əliağa Vahidə qədər, ondan sonra ağıl, düşüncə sahibləri, hamısı dahilər gəlib axırıncı beytinə baxın mərsələrin. Deyib, bu qapıya məni qəbul elə. Dahilər diz çöküb bu qapıda. Özünə şərəf bilib. Çünki bu qapıda diz çökmək alçaqlıq deyil. İnkişafdan heç bir milləti saxlamaz. Bəli, buna razıyam. Xurafat qarışır, möfhumat qarışır. Biri baş yarır, biri neyir. Bizdə ki, yoxdur şükür Allah. Baxırıq ki, yoxdur da. Onu tənqid edirsinsə, neçə ildir mən minbərdən onu demişim ki, bunu eləmək olmaz. Axtarış versən İmam Hüseyn əzadarlığı internetdə o qana boyanmış adamların şəkli çıxır. Bu məqsədli şəkildə belədir də. Sui-istifadə Qurandan da var. İndi Qurandan imtina eləyək.